Bəs meditasiyanı baxın indi biz yəni bu Azərbaycan üçün hardasa bir son 10 ildə belə daha aktual, internetin aktivləşməsindən dolayı daha aktuallaşmağa başladı desəm, indi mən öz bildiklərimi deyirəm əlbəttə ki. Meditasiyanı biz açanda YouTube-u çoxlu sayda meditasiyalar çıxır. Həddindən artıq. Bu 1 dəqiqə, 5 dəqiqəlik var, 10 dəqiqəlik var, 3 saatlıq hətta meditasiyalar var. Bəli. Burada mən başa düşə bilmirəm və musiqilər burada çox belə başqa cür cərəyan eləyir də. Elə musiqi var ki, ümumiyyətlə o musiqini qəbul edə bilmirəm. Elə musiqi var ki, mən o musiqidə yatıram, meditasiyanı eləyə bilmirəm. Burada tarazlığımı başa düşə bilmirəm. Yəni mən meditasiyanı əslində evdə necə eləməliyəm ki, düzgün meditasiya olsun? Əslində qalsa YouTube-dan deməli nəsə öyrənmək o problemdir. Çünki müəllimlə siz işləyəndə siz bilirsiniz, müəllim sizi düzəldə bilir. Siz o ekranın arxasında deyə bilməzsiniz ki, məndə nəsə çıxmır, bunu necə eləyək, o sizə cavab verməyəcək. Düzdür. Ona görə bu o bilirsiniz, tutaq ki, bişmiş toyuqdur. Siz hamısını yemisiniz, mən heç nə yeməmişəm. Amma orada hesabdan biz yarım toyuq yemişik də, tutaq ki də. Belə ona bir oxşayan bir şeydir. Yəni ki, kimsə başa düşdü, nəsə oradan götürdü. Kimsə başa düşmədi. Heç nə götürə bilmədi. Meditasiya çox dərin bir şeydir. Meditasiya yavaş-yavaş orada mərhələlər var. Gərək düzgün boşalmalısınız. Bu bir. İkinci, deməli, diqqətinizi hansısa bir obyektə yönəltməlisiniz. Obyekt o demək deyil ki, tutaq ki, bu stikandır ya da ayrı bir şey. O fikir də ola bilər. Ya da vizualizasiya, deməli, mental ekranda bir şey görürsünüz də, gözü bağlı. Ona yönəldirsiniz. İdeyaya yönəldirsiniz. Sonra o ideyanın, onu yönəldən sonra o ideya ilə birləşirsiniz. Arzuya deyirsiniz də, arzumuza yönləndiririk. Yox, o ideya ilə hansı ilə işləyirsiniz, birləşməlisiniz. Yəni ki, burada yoxdur, deməli, müşahidəçi biz nəyəsə yönəltmişik də fikrimizi və obyekt. Başa düşdünüz? Onunla birləşəndə sizdə yaranır, deməli, onun necədir, axırıncı produktu, məhsulu. Siz ondan sonra bilirsiniz ki, bilik gəlir. Başa düşdünüz? Bilik gəlir insana. Bilik gəlir. Aşılanır və buradan bilirsin. Çox gözəl, biz əslində düşünmürəm ki, biz belə edirik. Öz adımdan deyirəm. Əslində mənim üçün meditasiya, misal üçün 1 saat ən maksimumda, yəni səbrə gəlib 1 saat otursam, mənim üçün orada sakitləşməyimə çox kömək göstərir. Həddindən artıq. Və mən bunu da demək istəyirəm. Mən özümdən misal çəkirəm, başqalarına işim yoxdur. Mən misal üçün hər gün səhər nəfəs texnikasını eləyirəm. 3 dəqiqə sağ, 3 dəqiqə sol, sonra da qarışıq, sağ-sol, sol-sağ. Bu terapiyanı eləyirəm. Bu mənim stresimi azaldır. Hiss edirəm ki, stresimi azaldır. Amma gün ərzində nəsə bir hadisə baş verdiyi anda mənim o stresim, həyəcanım gəlir təzədən. Mən onu başa düşürəm ki, indi mən həyəcanlıyam, otururam. Mən nə üçün həyəcanlıyam? Tapa bilirəm ki, buna görə həyəcanlıyam. Amma bəzən elə olur ki, o mənə aşır. Mən o həyəcanı idarə edə bilmirəm. Bu məndən qalır axşama qədər, səhərə qədər, 3 günə qədər. Mən bunu sakitləşdirə bilmirəm. Bunu necə eləyə bilərik ki, özümüzdə intensiv olaraq qalsın? Yəni problemlərin hamısına kiçik problem kimi baxaq da, yəni böyük problemi də kiçik görməyə bacaraq. Yox, onu deməli
siz gerek çok ciddi yanaşasınız yogaya. Birinci, siz hatha yoga ile başlayanda orada meditasiya yox, orada relaksasiya, yəni boşalma vəziyyəti Bəli, var. bəli, bəli. Əslində qalsa, da siz ona başlayanda sizin beyniniz tamam ayrı cürə işləyir. Çünki bizdə bilirsiniz də sol kövre var və sağ. Onların funksiyası cürbəcürdür. Yəni ki, eyni deyil. Bəzi insanlar sağ tərəfdən işləyirlər, yaşayırlar əsasən. Bəzi adam var sol tərəfdən. Və ona görə biz hatha yoga ilə başlayanda o solla sağ bərabərləşir və ikisi bir yerdə başlayır işləməyə.